dövlətimiz haqqında, Qarabağ haqqında çoxsaylı publisist kitabların müəllifi olan, birinci Qarabağ müharibəsi haqqında ilə 96-cı ildə Qızlar Döyüşə Gedir kitabının müəllifi olan əməkdar jurnalist Zemfirə xanımı dəvət edirəm. Ondan sonra da Zemfirə xanım danışacaq. Buyurun Zemfirə xanım. Merhaba, her birisi sağlayıram. Artıq üzlərdə bir yorğunluqlar istiyordu. Amma biz elə bir mövzunun müzakirəsindəyik ki, daim bizi düşündürən, daim duygularımızın canlı təşkil edən Qarabağ mövzusuna sadiqliyimizdən biz bu görüşlərdən yoxlar bizim belə düşünürəm. Mən ilk növbədə Ədəbiyyat İnstitutunun qadın əməkdaşlarımızdan başlayırıq. Bir qadın həmrəyliyi deyilən bir mövzu var. Bir qadın vəhdəti deyilən bir anlam var. Qadınların çox sahələrdə vəhdətinin, həmrəyliyinin şahidi olmuşuq. 45-ci illər Vətən müharibəsində də bizim heç vaxt unudulmayacaq İçi ağrılarla dolu birinci Qarabağ savaşımızda da bilirsiniz ki, orada da nə qədər bizim qanun döyüşçülərimiz döyüşüblər, nə qədər şəhid qızlarımız var. İndi də bədənində qəlpə yaraları, qəlpələr gəzirən qazilərimiz var. Doğrudur. 44 günlük Qarabağ savaşında, daha doğrusu 44 günlük Vətən savaşımızda qızları döyüşməyə qoymadılar. Artıq bizim ordumuz o qədər inkişaf edilmişdir ki, oğullarımız o qədər içi düşmənin, hüquqlə, kinlə, əvvəlki tək doluydu və qadın döyüşçülərə görünür ehtiyac yaranmadı. Mən qadın əmrəyinin nəyə görə dedim? Bilmirəm, bəlkə feministlərəm, nə üçün düşünürsünüz, elə düşünün. Mənim hekayələrimin də, romanımın da, yazılarımın da hər birisinin canında qadın var. Qadının əsabı var, qadının istirahları var, qadının arzuları var, dodaqlarında donan gülüşü var, təbəssümü var, içi qanla dolu. Nə üçün bilmirəm, nə cür yazıramsa elə alınır. Ona görə mənə Ədəbiyyat İnstitutunun əməkdaşları qadınların simasını nəyə görə mən xatırlatdım? Əvvəla bugün onların həmrəyliyini gördüm, Sahilə xanıma olan sevgisini gördüm və eyni zamanda bizim gözəl alimlərimizin, yəni qardaşlarımızın da o mühəbbətini gördüm Sahilə xanıma. Sahilə xanımın yaradıcılığı mənə həmişə cazib görünür. Bilmirəm, o qədər də tanışlığımızın, ünsiyyətimizin o qədər də uzun tarixçəsi yoxdur. Amma onun roman janrını təhlil etməsi, nəsrdən yazması, bütün bunlar mənə çox cazibədar görünür həmişə. Və özündən də xəbərsiz onun əsərlərinlə uzaqdan uzağa könüldən könül yollar görmüşdüm. İzləyirdim, baxırdım, maraqlanırdım və bir gün də bəlli oldu ki, bu gözəl əsər ərsəyə gəlib, bugün müzakirəsə verilmişdiyimiz əsər. Əsər həqiqətən möhtəşəmdir. Burada bizim çox qələm dostlarımız dedilər, alim dostlarımız dedilər, həmkarlarımız söylədilər, Sabir bəy dedi. Əsəd bəy çox böyük, belə geniş, əhatəli təhlillərində söylədi. Hər bir kəsin olmadı, Elçin Bəliyev dedi. Həqiqətən möhtəşəm bir əsərdir. Bir kitabda, bir elmi mənbədə deyim, elmi bir qaynaqda deyim, bu qədər əsəri əhatə etmək, təhlillər söyləmək, təkcə mövzu baxımından yox, onun janr xüsusiyyətlərini çözələmək, incələmək, obrazlar haqqında danışmaq, təhlillər aparmaq və dil üslub xüsusiyyətləri. O dil üslub xüsusiyyətləri bilirsiniz necədir? Yazıcı üçün dil çox mühümdür. Yazıcı üçün nitq çox mühümdür. Aydın təfəkkür, düşüncə tərzi çox mühümdür. Bəzən deyirlər ki, aydın düşünə bilən insanlar
çox səlis də fikirlərini ifadə edə bilirlər. Bütün bunları mən bu gözəl monoqrafiyada, bu gözəl tədqiqat əsərində gördüm. Mən İsadə xanımla bağlı çox təbrik edirəm. Bir şükranlıq duyğularım da var. Orada təhlilə cəlb olunan əsərlər sırasında təvazödən kənar da olsa, deyim ki, mənim və Qarabağın sonu yazılan həm publisistik, bədii, sənədli, həm də sırf bədii qələm nümunələrimin də təhlilindən yer verilib. 500 səhifədən ibarət Qarabağ müharibəsi zərif taleylər kitabım haqqında onun qeydləri məni çox qane elədi. Yəni, ədəbiyyatşünaslıq baxımından təhlilləri, hər bir şey o qədər gözəl. Sonra təkcə mənim yazılarıma ayrı yox, ümumən təhlillər üçün gözəl izləyən ədəbiyyatşünaslar məndən daha yaxşı qəbul edirlər. Çünki mən ədəbiyyatşünas deyilsəm, jurnalistikadan, publisistikadan bədii nəsrə keçmiş bir qələm adamıyam. Orada iki hekayə var, Sevgini Neylərin Daşanlı Dərəsi. O hekayədə təhlillər cəlb edib, bir də Zəfər Yolcuları əsərini. Bütün bunlara görə mən minnətdarlığımı bildirirəm. Sadə xanımın təhliyəsi, Sadə xanımın dili, həm elmi dili, həm bədii publisistik dili insanı cəlb edir. Çünki Sadə xanımın bilgilərlə də yazıcıdır. Onun elə illər öncə Əriyən Şamlar hekayələr kutusunu oxumuşdum. Yəni, ama dil üstünlükləri cəlb eləmişdir. Yazarlar çoxdur, amma elə yazar var ki, mənim valla acil bir hekayəsi, bir abzas, əsərin bir abzas oxumuşsa, bir cümləni 3 dəfə oxumaq məcburiyyətində qalırsan, 4 cümlə söyləmək istəyir. Sonra öz-özümə deyirəm ki, İlahi Təbrəb əgər mənim yazarım mənə o cümləni 4 dəfə oxuyursa, o olmasın, bu olmasın da deyirlər, bu tarixi nadir məsələsi. Ona görə yazılarda fikir yükü, məna tutumu çox vacibdir. Mən sələmlərdə bilmirəm, mən bunu yenicə yazmaya başlayan yazarlarımıza güzel tuturam deyirəm. Yəni, hər bir şeydə keyfiyyət olmalıdır. Keyfiyyət yoxsa, əlbəttə səhər əsəri heç kəsin istəyir elmi əsər olsun, istəyir publisist olsun, istəyir dramaturgiya olsun, istəyir poeziya olsun, Mən çox xoşbəxtəm bir tədbirdə iştirak edirəm. Sadəcə xanım, yüzünü sizə tuturam. Bir daha edirəm. Tədbirimizin gözəl aparıcısı, çox dəyərlimiz, Əsəd Cahangirə təşəkkürlərimi yetirirəm. Bir də onu demək